Hər vaxtınız xeyirli olsun. 6 obyekt olan belə bir 2 ailəli həyət evi çəkib sizlərə təqdim edirəm. Yerləşmə ünvanı hazırda Cantəpədədir. 143 nömrəli marşrut yoluna 200 metrlik məsafədədir. Baxın, bu gördüyünüz binalar Xırdalan dairəsindəki Baş Dövlət Yol Polisi İdarəsinin yanındakı binalardır. Buradan ora uzaqbaşı 600-700 metrdir. Evin 150-200 metrliyində marşrut xətti keçir. Baxın, bu hissə obyekti, ev 2 tərəfli yoldur. Burada 4 ədəd ev var. Onların qiymətini nəzərinizə çatdıracağım. Ən başdakı 78 min, 77 min, 76 min və bu ev 82 mindir. 6 obyekt olduğuna görə. Mərtəbələr arası monolit betondur. Ünvanı da qeyd etdim. Masazırda Cantəpə ərazisi. Masazırın ən hündür rütubətdən kənar əla bir ərazisidir. Baxın, evin çöl görünüşünü gördünüz. Qazı suyu işığı fasiləsizdir. Mərkəzi kanalizasiya var. Sənədi küçə çıxarış tam mülkiyyət. Ətraf tamamilə yaşayışlı hündür evlərdən ibarətdir. Dəyərli izləyicilər, baxın, evin deməli çöl görünüşü belədir. Mərtəbələr arası monolit betonlu. Yuxarıda 3 otaq təmir olunub. Bu hissə qarajdır. Qarajı siz bu hissələr təmir edə bilərsiniz. Mərtəbələr arası monolit betonlu görürsünüz. Yəni təmir rahatlıqla əl verəcək, çünki hündürlüyü də kifayət qədərdir. Həyətyanı sahəyə də bir maşın daxil ola bilir. Darvazanın ağzında da saxlaya bilərsiniz. Geniş məhəllədir. Burada mən sizə bu hissələri göstərim. Bu hissəni obyekt kimi verə bilərsiniz. Baxın, bayaq çöldən göstərdiyim jaluz qapı buradır. Burada əla bir obyekt çıxarda bilərsiniz. Özdə tam işlək obyekt olacaq həqiqətən də. Çünki bura tam yaşayışlı bir ərazidir. Ətrafda qonşuluqdakı bütün evlərdə yaşayış var. Kanalizasiyası var, trap döşənilib, kombo aparatı orada quraşdırılacaq. Evin qiymətini qeyd etdim sizin üçün. 82 min manatdır. Real alıcılara endirim olunacaq. Çox əla bir təklifdir. Çünki daimi gəlir yeri olan bir şeydir. Daimi çörəyi olan bir evdir. İstənilən obyekti, özünüzə uyğun obyekti aça bilərsiniz. Standart qarajlı proyektlərdən deyil. Tikili sahəsi 140 kvadrat metrdir. Hər mərtəbəsi 70 kvadratdır. Giriş isə bu qaydadadır. Gəlin evin daxili ilə tanış edeyim sizi. Çox səliqəli formada təmir olunub. 4 tərəfdən cüt kubiklə tikilib. Mərtəbələr arası monolit betondur. Bu evin zal hissəsidir, hörmətli izləyicilər. İşıqlandırmada spotlardan və istifadə olunub. O cümlədən çılçıraqda quraşdıracaqsınız. Masazın ən hündür ərazilərindən biridir Cantəpə ərazisi. Yaxınlıqda məktəbi, bağçası, 2 dənə məktəbi, 2 dənə bağçası və s. və ilə hər biri mövcuddur. Baxın, bu deməli sanuzeldir. 4 tərəfdən cüt kubiklə tikilib, tikintidə kərpicdən istifadə olunmayıb. Bura növbəti yataq otağı. Bura isə evin mətbəx sahəsidir. Qaz xətti mətbəxə daxil edilib. Masazır Cantəpədə 20 yanvara gedən 142 nömrəli marşrut yolunun 150-200 metrliyində də Cantəpə arası Xırdalan dairəsinə yaxın ərazidir. Evin sənədi küçə çıxarış tam mülkiyyətdir. 6 obyektli, daimi çörəyi olan bir evdir. Start qiymət 82 min. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.